Demək olar ki, 44 günlük vətən müharibəsindən də qabaq bu insan çox əziyyətlər çəkir, ancaq çəkdiyi əziyyətlərə baxmayaraq, əlinə ruzu gələndə yetim uşaqları, kimsəsizləri sevindirir. Və 44 günlük vətən müharibəsində başlayandan hər il şəhid ailələrinə böyük dəstək göstərir. Tədbirlər edib məmnasız, öz cibinin vəsaiti ilə. Vallahi insanlar var ki, biraz pul qazananda o pulu hara xərcləyib deyib gizlədir. Ancaq Siyavuş müəllimə dərin təşəkkür edirik ki, o xalqının adamıdır, xalq adamıdır, kasıbının yanındadır, yetiminin yanındadır, kimsəsinin yanındadır və şəhid ailələrinin, qazilərin yanındadır. Dünən də eşitdim ki, qurban payı kəsib yenə paylamışsınız. Allah qurbanınızı qəbul eləsin, var olun. Siyavuş müəllim, siz Dəmir Yumruq İfa Cəmiyyətinin kollektivi adından dərin təşəkkür edirik. Və bu Dəmir Yumruq simvolunu da sizlərə təqdim edirik. Çox sağ olun. Mən bu sizi təbrik edirəm. Bütün sizi sevənlər, sizi sayanlar, bütün dostlar, tanışlara təşəkkür edirəm ki, bugün gəliblər sizi yaşlıqlı qeyd edirlər. Xeyirli olsun, vətən üçün, torpaq üçün, Dəmir Yumruq olsun. Dəmir Yumruq hamı üçün biz hamımız gördük ki, həqiqətən də bu Dəmir Yumruğun gücünü Azərbaycan dövlətinin inanılmaz addımı və torpaqların azad edilməsi. Gözümüz aydın olsun, sizi də təbrik edirəm. Təşəkkür edirik, var olun.